Milyonerlər məhəlləsində kasıb nənə yaşayır. İşıq dolu küçədə sönə-sönə yaşayır. Amma yenə yaşayır. Qonşuları 3 mərtəbə villalarda yaşayırlar. Hamı 3 dənə 60 dərəcədə kefdədir. Bu qadınsa 60-cı ildən qalan evdədir. Həm qapısı köhnə, həm də pəncərəsi köhnədir. Köhnə dövrdə tikilən evdə, köhnə üslubda yaşayır belə. Siçovullar soxularaq evinə dağıdırlar otaqları. Sındırırlar mətbəxdəki bütün qab-qacaqları. Bu səs-küyü o zavallı nənə çox vaxt eşitmir. Evindən də 5 betər köhnəlib qulaqları. Narahatlıq içində, həmişə qorxa-qorxa, əsə-əsə ayaqları, təzyiqi qalxa-qalxa, başı artıq gicəllənə-gicəllənə, dönə-dönə yaşayır. Amma yenə yaşayır. Keçmişdə yaşayardı leytenant vəzifəli atasıyla, həkim olan anasıyla. İndi isə ömür sürür kor pişik balasıyla. Əgər ərə getsəydi, bəlkə ana olardı. Bəlkə ata evində yox, ər evində qalardı. Bəlkə də övladları, nəvələri indi onu yan yörəyə alardı. Ailəsi yox deyə kimsə ona baxmadı. Bəlkə sadəcə bəlkələrdir bunlar. Bəlkələri çox həkdilər, çıxmadı. Səhər axşam qayğısına qalır. Sevir pişiyini, çəkir onun keşiyini. O sökərək öz uşaqlıq beşiyini, pişik üçün bir ev tikdi taxtadan. Heyvanını əzizləyir, çimizdirir, təmizləyir, qah darayır saçlarını, qah da yığır hörüyünü. Bir sümük, bir dəri qalan, özünə ət tapmayan, biri tapır pişiyinə sümüyünü. Həyətdəki kəpərləri dağılıbdır küləkdən. Düzəltmək də olmur 5 manatdan. Tam şəkildə qarnı doya bilməsə də çörəkdən, canı doyub həyatdan. Yaşı çatıb 80-ə və 80-ə yaşayır. Amma yenə yaşayır. Milyonerlər məhəlləsində kasıb nənə yaşayır. İşıq dolu küçədə sönə-sönə yaşayır. Amma yenə yaşayır. Amma yenə yaşayır.